Saray qəsəbəsində kanalizasiya sistemi tamamilə iflic olub. Şəbəkənin tutulması nəticəsində çirkab suları günlərdir küçələrə axır. Sakinlər antisanitar vəziyyətdən ciddi narahatdır. Bura Saray qəsəbəsi Həzi Aslanov küçəsidir. Uzun illərdir sözü gedən ərazidə yaşayan sakinlər bildirirlər ki, son 3 ildir kanalizasiya xətti tez-tez tutulur. Nəticədə çirkab suları küçəyə axır. Yalandan bir dənə məftil saldılar, elə onlar getməmiş, onları dalizə yenə həmin problem yaranır. Yəni, inan Allaha, yəni iydən, üfunətdən yayın günüdür. Nə pəncərəni aça bilirsən, nə bir şey eləyə bilirsən. Evvə gələn qonaq elə gəlir bu məhəlləni görür, abrakada çıxır gedir evin eşiyinə. Təcili yardım da gəlir, deyir, qardaş, məhəlləviz nə gündədir, mən hansı yolu gəlim. Həyətdə yellənçə alıb qoymuşam, qoca arabadan. Orada biraz axşam oturum, öz əsəblərimi sakitləşdirim. Hünərim var, bizim həyətə girə biləsən axşam. Deyəm, qapını örtəb, üstdən gələydi. 3 ildir biz bu dərddəyik. Sakinlər deyir ki, dəfələrlə bu barədə aidiyyatı qurumlara şikayət ünvanlasalar da problem köklü həllini tapmayıb. 4 dənə idarəyə getmişəm, Cəmil müəllim deyirlər. Gələnin qabağını kəsmişəm, Cəmil müəllim kimdir? Xahiş eləyirəm, məni düzgün başa düşün. Bizə bir çarə qılın. Sizdən başqa da ümidimiz yoxdur, yer qalmayıb getməyib. Zülüm ayaqlayırıq. Mənim 82 yaşım var, bu yaşda mənə yaraşır, mən bu zibili eləyim. Biz də sakinlərin narazılığını aidiyyatı quruma yönəltdik. İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, qeyd olunan ünvan üzrə rayonun su kanal idarəsi məlumatlandırıldı. Qəza xidməti qısa zamanda əraziyə yönləndiriləcək, vəziyyətə tam aydınlıq gətiriləndən və dəqiqləşdirmə aparılandan sonra müvafiq tədbirlər görüləcək. İşlər yekunlaşdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək. İsmail Əmirli, İlkin Məmmədov, Sənan Bəhrəmli, ATV Xəbər.